Hadisə ötən axşam rayonun Turan qəsəbəsində baş verib. Belə ki, 50 yaşlı qəsəbədə kafe müdiri işləyən Mehman Bayramov kəsici alətlə öldürülüb. Kafenin sahibi elə hadisə yerində öldüyü deyilir. Mehman Bayramovun qardaşı Rəhman Bayramov hadisənin nə səbəbdən baş verdiyini polis tərəfindən araşdırılacağını deyir. Evdə idim, zəng olundu. Getdim ki, uşaqlar yardım eləyirlər. Maşına qoyduq, apardıq yolda. Skoriya tez çatmaqdan ötəri. Yolda keçindik. Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov könüllü olaraq polisə təslim olub. Atası bildirib ki, kafe müdiri oğlumu söyüb və bu hadisədə beləcə baş verib. Kafedə ofisiant işləyirdi. Bir 10 gün olardı işləyirdi. Bilmirəm, sırağa günlərim günorta üstü aralarında nə mübahisə düşübdü. Cəmaatın içində söyübdü mənim uşağım. Faktla bağlı araşdırma aparılır. Cəmilə Nəsir qızı Rəhman Həkimzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün.